O ki, qaldı qohumluq əlaqələri kiminlə saxlamaq lazımdır. Şək yoxdur ki, qohumlar fərqlənir və ən birinci qohum kiminlə gözəl əlaqə saxlamaq lazımdır, kömək etmək lazımdır. O valideyndir. Hətta ana, sonra ata və yaxud ikisi. Ən birinci onlardır. Ona görə ən yaxın qohum da onlardır. Ən birinci onlarla insan yaxşı münasibət qurmalıdır, onlara yaxşılıq eləməlidir. Sonra gedir uşaqlar, bacı, qardaş, bu qohumlar. Bəzi alimlər ayırıblar. Deyiblər ki, var qohumlar, onlar ilə gözəl davranmaq, onlara yaxşılıq etmək vacibdir. Bəzi qohumlar var ki, onlarla həmin gözəl münasibət saxlamaq müstəhəbdir. Və bəyan ediblər ki, bu da əsas mirasla ölçülür. Kim mirasa düşür, kim varis ola bilər, onlarla vacibdir gözəl əlaqə saxlamaq. Miras da əsas bizdə kimdir? Atadır, anadır, uşaqdır. Aydındır ki, nənə, baba, nəvələr, həmçinin əmilər, dayılar, xalalar, bibilər bunlardır. Qaldı məsələn bibi uşaqları, xala uşaqları və s. Bunlar artıq müstəhəb qisminə girir. Şəxsən mən bu təfsilatı Şeyx Muhyiddin'dən özüm eşitmişəm.